Bunlar hər ikisidir. Deməli, təhqiq müvafiqət və təqdiri müvafiqət. Bunlar nə deməkdir? Bunlar hər ikisi fiqhdə və usul elmlərində işlənən terminlərdir. Məsələn, fiqhdə təqdiri müvafiqətə hətta icma-i təqdiri də deyilir. İcma yəni toplantı. Təqdiri müvafiqət və təhqiqi müvafiqət. Bunlar hər ikisi fiqh, usul terminləridir. Fiqh və usul elmində işlənən terminlərdir. Nədir mənası? Fiqh elmində bu deməli təqdiri müvafiqət sözünə də icma-i təqdiri də deyilir. İcma ilə toplantı. Gəlmədi bu. Mən özüm qeyd eləmişəm, istədiyim kimi sizə qeyd edə bilər. Buradan və ya da baxarsınız videoya. Bütün alimlər, icma, bütün alimlər hər hansı bir məsələ barəsində açıq-aşkar nəzər söyləməyiblər. Hər hansı məsələ barəsində heç bir alim fikir bildirməyib. Buna baxmayaraq, amma onun hökmü o qədər aşkardır ki, ona o barədə bir nəzər versinlər, ona ehtiyac yoxdur. Aksiyon deyil, belə bir şey, məsələn. Müştəhidlər, alimlər gəlsin, o məsələ barəsində fikirlərini bildirsinlər. Bunlar hamısının fikri bir fikir olacaq. Yəni, bunlar hamısının fikri eyni şey olacaq. Məsələn üçün də, bizim məsələn 12 imamımız var. Hamısı fətva versə də və verməsələr də, bu açıq-aşkar bizə məlum olan bir şeydir. Bu hallərlə təqdiri müvafiqət, təqdir, hesablanmış deyirik də biz. Qəza, qədər var, qədər, təqdir, qədir surəsi, bu həmin o sözdəndir. Yaxşı, ölçü biçilmiş mənasında uyğunluq, müvafiqət yəni ki, uyğunluq. Deməli, təhqiqi müvafiqət, təhqiq bunun əksidir. Amma təhqiq nə deməkdir? Rəsmi bir təsdiqdir. O birisində alimlər deməyə ehtiyac yoxdur. Deməsələr də açıq-aşkar məlumdur. Təhqiqdə isə rəsmiyyət lazımdır, peçat lazımdır, sənəd lazımdır. Rəsmi bir sənəddir ki, müştəhidlər tərəfindən bu məsələnin icazəli olmasına. Vəssalam. Yəni, biz Bismillahirrahmanirrahim deməli, namazı batıl edir, etmir. Bu barədə bir fətva yoxdur, heç bir müştəhidin. Olsa da, olmasa da, biz anlayırıq ki, namazı pozulmur. Amma elə məsələ var ki, o barədə bir rəsmilik lazımdır. Müştəhidin fətvası lazımdır ta icazəli olsun o əməl. O qədər nə? Təhqiq. Təhqiq, yəni bir deyib, araşdırmaqlıq. Təhqiqat demirik, həm o mənadadır. Niyə bura həmçinin? Deyir, mələki kəlməsində Məlik Yevmiddin. Nədir mənası? Sahib, bir şeyin yiyəsi. Qiyamət günün sahibi, yiyəsi. Məlik Yevmiddin ayəsində deyir, deməli, Osmanlı müshəflərinin hamısında əlif hərfi yazılmır. Yazılır M, L, K. M-la L-ın ortasına qoyurlar, kiçik əlif, dırnaq. Odur ki, əlif hərfinin ixtisara alınaraq, əlifin burada olması, bu sözün qiraat edilməsi, belə oxunması, müshəf ilə təhqiq müvafiqətdir. Yəni, bu müshəflə təhqiqdir, müvafiqətli var. Yəni, bunun da müştəhidlərin rəsmi peçatı olsun, sənədi olsun, fətvası, buna ehtiyac yoxdur. Çünki hər ikisində eyni cür oxunur da. Rəsmi bir icazə olsun buna, icazəsi olmayan bir işdir. Rəsmiliyi, rəsmi doğruluğu, rəsmi elan edilməsinə ehtiyac yoxdur. Bu olsa uyğunluğu var da. Sən bunu dırnaqla qoy, sən əliflə qoy. Hər iki yazı düzgündür. Çünki hər ikisində də eyni cür oxunur. Halbuki bu sözün əlif hərfi ilə qiraəti müshəfi, qiraəti, halbuki bu sözün əlif hərfi ilə qiraəti müshəf ilə təqdiri müvafiqətdir. Yəni, bunun əliflə oxunması barəsində də, amma normaldır, əlifin orada olması barəsində gəl bizim əlimizdə sübut olsun. Birincidə, təkrarlayın, kiçik qarnı qalmasını təkrarlayın da. O zaman fikrimi qarışdırdım. Birincidə, yəni ki, kiçik əliflə olmaqlığına hər hansı sənədə ehtiyac yoxdur.
kiçik hərfin olması var burada, hə. Ha, sübut əsasən burada kiçik hərf olmalıdır. Nə sübut üçün var? Demək, sübut ehtiyac yoxdur. Çünki olsa kiçik əlif həmişə əlif əl kimi oxunur da. Amma deyir, gəlsin m-dan sonra əlifin özünü qoysun, kiçik əlif yox, əlifin özünü qoysun, buna təqdim müvəffəqiyyətdir. Yəni, burada bir rəsmi sənət lazımdır. Ki, nəyə əsasən məlik yavminin kəlməsində dırnaq yox, əlif qoymusan. Hanı bunun sübutu? Aydındır. Təkrarlam. Təhqiq müvəffəqiyyət. Bütün alimlər hər hansı məsələdə o barədə açıq-aşkar söz deməyiblər və buna baxmayaraq, amma o məsələnin hökmü o qədər aşkardır ki, fətvaya ehtiyac yoxdur. Hamısının fətvası hələ bir fətvadır. Yəni, burada fərqli fikir olmayacaq. Amma təhqiqidə rəsmi bir təsdiqdir. Təsdiqləməlidir. M-dan sonra əlif yazsan, nəyə əsasən yazsan? Müştəhidlər tərəfindən. Müştəhidlər ki, din alimləri də bu sahə mütəxəssislər, mən müştəhid deyirəm. İcazə olmalıdır. İbn Cəzir deyir ki, burada biz bunu nəzərdə tuturuq ki, ərəb dilinin qaydalarına müvafiq olan qiraət hətta əgər bir zəmində, bir formada, bir stildə, bir məsələdə söylənilən müxtəlif nəzərlərdən birinə uyğun olsa belə, qiraət səhihdir. Əgər hər hansı birinə uyğun gəlsə, eyb yox. İndi bu qiraət istər əfsəh olsun, istər fəsih olsun. Əfsəh daha fəsahətli, fəsih fəsahətli. Gözəl, daha gözəl. Yaxşı, əfsəh, əflə təfzil ərəbində, əflə təfzil. Daha üstün göstərməli mənasındadır. Məsələn, var əhsən, əhsən daha gözəl, daha belə halaldır sənə mənasında, afərin mənasında. İstər əfsəh olsun, istər fəsih, istər daha populyar olsun, daha super olsun, istər normal olsun, qəbuldur. Yaxud istər bu qayda hamılıqla qəbul edilən bir qayda olsun, istər bu hamı qəbul eləsin, istərsə də barəsində fikir alığı olsun, istər bu hamı qəbul eləsin və bəzi qəbul eləməsin, fərq eləməz. Əgər qiraət geniş yayılan bir qiraətdirsə, hər hansı qiraət geniş yayılıbsa və qiraət imamları, onu oxuyan alimlər, qarilər, onu səhih sənədlə qəbul ediblərsə ki, bu belə oxunur filan şeyə görə, ərəb dili qaydalarında olan belə fikir ayrılıqları qiraətə heç bir zərər yetirmir. Deyir, baxma ki, bütün alimlər, mütəxəssislər bunu belə oxusalar və bunu belə oxunması barəsi biz əlimizdə sübut olsa, baxma ki, ərəbin qrammatikası uyğun gəlməsə də qəbuldur. Bu onun fikridir.